Özünü necə sevməli? Bağışlamağı və neqativ halları özünüzdən uzaq tutmağı öyrənmək təkcə sizə hədsiz yükdən qurtulmağa kömək etməyəcək, həm də özünü sevməyin qapılarını açacaq. Bu fəsildə özünüzü sevməyi öyrənmək üçün istifadə edə biləcəyiniz bəzi üsullar təsvir olunur. Bu həm yeni başlayanlar, həm də problemləri üzərində uzun müddət işləyənlər üçün maraqlı ola bilər. Proqramımı 10 addım adlandırıram. Mən bunu son illərdə minlərlə insana tətbiq etmişəm. Özünü sevmək həyəcanlı, gözəl macəradır. Bu uçmağı öyrənmək kimi bir şeydir. Təsəvvür edin, heç bir səy göstərmədən birdən-birə yalnız istəklə yola düşə bilərik. Bu heyrətamiz olardı. Odur ki, elə indi özümüzü sevməyə başlayaq. Bir çoxumuz mükəmməl deyilik deyə özümüzə hörmətsiz yanaşırıq. Səhvlərimiz və qüsurlarımız özümüzdə olduğu üçün onlar bizə sevməyə imkan vermir. Biz adətən özümüzlə şərtlə danışırıq ki, bu da sevgimizi şərti edir və sonra digər insanlarla təmasda oluruq. Amma onlar da şərtidir. Hamımız 1000 dəfə eşitmişik ki, özünü sevmədən sevməyə öyrənə bilmərik. İndi biz daxili problemlərimizin mahiyyətini dərk etdik və növbəti addım ata bilərik. Özünü sevməyin 10 yolu. Məhəbbət elmində ən mühüm məqam çox güman ki, özünü tənqiddən uzaq olmaqdır. Mən artıq 5-ci fəsildə tənqiddən danışmışdım. Özümüzə deyəndə ki, dəhşətli heç nə baş vermir. O zaman şəraitdən asılı olmayaraq hər şeyi asanlıqla dəyişdirmək və düzəltmək olar. Hər şeyin pis olduğunu düşünəndə isə hər addımda çətinliklərlə qarşılaşırıq. İstisnasız olaraq hamımız dəyişirik. Hər gün yeni bir gündür və bu gün biz artıq dünənkindən fərqli olaraq hərəkət edirik. Bizim gücümüz həyatın axarına uyğunlaşmaq və irəli getmək bacarığındadır. Qeyri-sağlam mühitdə böyüyənlərdə çox vaxt hədsiz dərəcədə məsuliyyət hissi inkişaf edir və sərt özünü tənqid vərdişi formalaşır. Bir anlıq düşünün, özünüzü təhqir edərkən hansı sözlərdən istifadə edirsiniz? Eşitdiklərimdən bir neçəsini misal çəkəcəyəm. Axmaq, pis oğlan, pis qız, yararsız, biganə, səfeh, çirkin, ləyaqətsiz, eybəcər və s. Bunlar istifadə etdiyiniz sözlərdir, elə deyilmi? Özünə hörmət və özünə dəyər hissini tərbiyə etmək lazımdır. Çünki özümüzü yaxşı olmayan biri kimi hiss edəndə daim bədbəxt olmaq və alçaldılmaq üçün bir səbəb tapırıq. Bundan əlavə bu şəkildə xəstəliklər və ağrıların canımıza hopmasına imkan veririk. Bizə fayda verə biləcək işləri təxirə salır, bədənimizlə pis rəftar edirik. Onu spirt, narkotik və ağır qidalarla doldururuq. Hamımız bu və ya digər şəkildə özümüzdən əmin deyilik. Çünki biz tanrılar deyil, insanlarıq. Özümüzü mükəmməl varlıq kimi göstərməməyi öyrənək. Həddindən artıq tələblər yalnız bizə həddindən artıq təzyiq göstərir və özümüzdə lazım olan şəfanı görməyimizə mane olur. Bunun əvəzinə biz yaradıcı qabiliyyətlərimizi, ciddi fərdi xüsusiyyətlərimizi kəşf edə, bizi başqalarından fərqləndirən keyfiyyətlərə görə özümüzə hörmət etməyi öyrənə bilərdik. Hər birimizin öz vəzifəmiz, yer üzündə öz rolumuz var. Onların analogu yoxdur. Özümüzə tənqidi yanaşanda isə bu arxa plana keçir, qeyri-müəyyən olur. Özümüzü qorxutmağa son qoymalıyıq. Bir çoxumuz özümüzü qaranlıq düşüncələrlə qorxudur və bununla da vəziyyəti daha da pisləşdiririk. Milçəyi filə çeviririk. Siz əbədi olaraq pis bir şey gözləyə-gözləyə yaşaya bilməzsiniz. Biz tez-tez zehni olaraq problemimizin ən uğursuz həllinin şəklini çəkərək yatağa giririk. Bu bizə çarpayısının altında bir canavarın oturduğunu təsəvvür edən və öz fantaziyalarından qorxan uşağı xatırladır. Təcrübə deyil ki, yata bilmirsiniz. Valideynlərin gəlib sizi uşaq kimi sığallaması lazımdır. Amma indi siz böyümüsünüz və bilirsiniz ki, yalnız özünüzü sakitləşdirə bilərsiniz. Xəstə insanlar tez-tez özlərini qorxudurlar. Bir qayda olaraq işin ən pis tərəfini təsəvvür edirlər. Onlar öz ölümləri barədə düşünürlər və nəticədə özlərini fərd kimi hiss etmirlər. Pis fikirlər insanlar arasındakı münasibətləri poza bilər. Sizə zəng gəlməyən kimi belə nəticəyə gəlirsiniz ki, sevilməyə layiq deyilsiniz və ömürlük tənhalığa məhkumsunuz. Özünüzü tərk edilmiş və rədd edilmiş kimi hiss edirsiniz. Eyni şey işə də aid edilə bilər. Kimdənsə mənfi rəy alan kimi dərhal işdən çıxarılacağınızı düşünürsünüz. Beləliklə siz öz zehninizi iflic edən düşüncələrə qapılır və hisslərinizi bu istiqamətdə daha da gücləndirirsiniz. Unutmayın ki, bunların hamısı mənfi afirmasiyalar, mənfi ifadələrdir. Mənfi düşüncələrə qapıldığınızı görürsünüzsə, onun yerində görməkdən məmnun olacağınız bir görüntü axtarın.
Ola bilsin ki, bu gözəl mənzərə, günəşin qüruba enməsi, çiçək idman həyatından bir eskiz və sair olacaq. Özünüzü qorxutmağa çalışdığınız zaman bu görüntüdən keçirici kimi istifadə edin. Özünüzə deyin, daha bu barədə düşünməyəcəm. Günəşin batması, qızıl güllər və ya yaxtalar və bəlkə də şəlalə haqqında düşünəcəyəm. İstədiyiniz görünüşü seçin. Bu məşqi mütəmadi olaraq etsəniz, tədricən köhnə vərdişinizdən canınızı qurtaracaqsınız. Ancaq bu səbir və əzm tələb edəcək. Digər yol, özünüzlə həlim, dözümlü və yumşaq olmaqdır. Arnold ordeni zarafata yazırdı. Əziz cənab Allah, səndən səbir diləyirəm və mən onu elə indi istəyirəm. Səbir çox güclü bir vasitədir və çoxumuz səbir etməkdə əziyyət çəkirik. İstədiyimizi dərhal almalıyıq, gözləməyə səbrimiz yoxdur. Növbələrdə dayanmaq məcburiyyətində qalanda əsəbləşirik. Biz tıxaclardan qəzəblənirik. Elə bu dəqiqə bütün suallara cavab almaq istəyirik və eyni zamanda həyatda olan bütün yaxşılıqları da. Çox vaxt səbirsizliyimizlə başqa insanların həyatını zəhərləyirik. Səbirsizlik öyrənməyə müqavimətdir. Biz dərsi öyrənmədən və bu istiqamətdə lazımi addımlar atmadan cavablar almaq istəyirik. Təsəvvür edin ki, sizin şuurunuz bir bağdır. Bağ bir torpaq parçasıdır. Orada özünə nifrət kolları çiçəklənə bilər və addımda məyusluq, qəzəb və narahatlıq yarada bilər. Qorxu adlandırılan qoca ağacın budaqlarını budamağın vaxtıdır. Bir gün hər şeyi yoldan təmizləyəcəksiniz və bu torpaq yaxşı olacaq. Siz sevinc və rifah toxumlarını və ya fidanlar əkəcəksiniz. Yer üzünə günəş işığı düşəcək, onu sevgi və diqqətlə suvaracaqsınız. Əvvəlcə elə görünəcək ki, heç nə baş vermir. Ancaq bununla kifayətlənməyin. Bağınıza baxmağa davam edin. Səbir etsəniz, bağınız böyüyəcək və çiçəklənəcək. Eyni şey şuurla da baş verir. Siz müəyyən fikirlər əkirsiniz. Onlar da istədiyiniz təcrübələr və vəziyyətlər bağına çevrilirlər. Amma bunun üçün səbir lazımdır. Hamımız səhv edirik. Məşq zamanı səhvlər tamamilə normaldır. Dediyim kimi, bir çoxumuz mükəmməlliyə can atmaq üçün əldən gedirik. Biz həqiqətən də özümüzə yeni şeylər öyrənməyə şans vermirik. İlk 3 dəqiqə ərzində səhv edən kimi bunu doğru edə bilməyəcəyimizə qərar verərək dərhal dayanırıq. Nəyisə öyrənmək üçün vaxt lazımdır. Bir şey ilk dəfə həll edəndə hamısını bir anda başa düşmürsən. Bunu isbat etmək üçün həyatdan bir misal çəkmək istərdim. Buna görə də sizdən bir məşq etməyə xahiş edəcəm. Əllərinizi bir-birinə bağlayın və baş barmağınızdan hansının yuxarıda olduğuna diqqət yetirin. İndi əllərinizi ayırın və yenidən birləşdirin, ancaq digər baş barmağınız yuxarıda olsun. Bəlkə də yeni mövqe sizə qəribə görünəcək və ya hətta düzgün hesab olunmayacaq. Məşqi daha 2 dəfə təkrarlayın. Yanlış barmaq yuxarıda seçimi üzərində dayanın və əllərinizi bu vəziyyətdə saxlayın. Bəs indi özünüzü necə hiss edirsiniz? O qədər də qəribə deyil. Elə də pis deyil. Yavaş-yavaş öyrəşirsiniz. İndi bilirsiniz ki, əllər 2 şəkildə birləşdirilə bilər. Yeni bir üsul öyrənəndə də eyni cür olur. Əvvəlcə biz onu şiddətlə qınayırıq, çünki biz ona öyrəşməmişik. Ancaq bir qədər məşq etdikdən sonra üsul bizim üçün tamamilə normal və təbii olur. Biz özümüzü bir gündə bütün qəlbimizlə sevməyəcəyik, amma hər yeni gündə özümüzü daha çox sevə bilərik. Hər gün özümüzə daha çox məhəbbət bəsləsək, 2-3 aydan sonra irəliyə doğru əhəmiyyətli bir addım atacağıq. Beləliklə səhvlərdən məqsədimizə doğru irəliləməyə öyrənirik. Ona görə də onlara diqqət və hörmətlə yanaşmaq lazımdır. Onlara görə özünüzü cəzalandırmaq lazım deyil. Hər səhvi sizi uğura aparacaq zəruri həyat təcrübəsi kimi qəbul edin. Uzun müddət öz üzərində işləyənlərin bəziləri niyə hələ də problemlərini həll edə bilmədiklərini düşünürlər. Buna müqavimət göstərmədən hər zaman öz üzərimizə işləməli, biliyimizi artırmalıyıq. Yeni üsullar öyrənərkən özünüzlə eyni dərəcədə yumşaq və mülayim davranmalısınız. Əvvəllər haqqında danışdığım əlaqəni xatırlayın. Yabani otlar böyüdükcə onları mümkün qədər tez çıxarın. Şuurumuza qarşı mehriban olmağı öyrənməliyik. Mənfi fikirlərə görə özümüzə nifrət etməyək. Fikirlərimizin məhv edici yox, son dərəcə yaradıcı olduğunu düşünmək daha yaxşıdır. Bədbəxt hadisələrə görə özümüzü günahlandırmamalıyıq. Axı biz həyat təcrübəsindən öyrənə bilərik. Özünə qarşı mehriban olmaq, özünə qarşı hər cür ittiham və təhqirlərə, eləcə də cəzaya son qoymaq deməkdir. Həm də istirahət etməyi öyrənməlisiniz.
İstirahət daxili güclə əlaqə yaratmaq üçün əsas şərtdir. Nədənsə qorxanda və gərgin olanda sizin enerjiniz tükənəcək. Bədəninizi və beyninizi tam rahatlaşdırmaq üçün yalnız bir neçə dəqiqə lazımdır. Gözlərinizi yumun və bir neçə dəqiqə dərindən nəfəs alın. Nəfəs alarkən diqqətinizi cəmləməli və sakitcə özünüzə deməlisiniz. Mən səni sevirəm. Hər şey yaxşıdır. Nə qədər sakitləşdiyinizi hiss edəcəksiniz. Beləliklə özünüzə deyirsiniz ki, hər zaman gərginlik və qorxu içində yaşamağa ehtiyac yoxdur. Hər gün meditasiya. Bundan əlavə mən gündəlik olaraq zehni sakit bir vəziyyətə gətirməyi və daxili hikmət deyilən məfhumu dinləməyi tövsiyə edirəm. Cəmiyyətimiz yalnız təşəbbüskarlar üçün əlçatan olan meditasiyanı bir növ müqəddəs elan etdi. Buna baxmayaraq meditasiya çox asandır. Etməli olduğunuz şey yaxşıca dincəlmək və bir müddət özünüzü sevgi, sülh və sizin üçün mənalı olan sözləri təkrarlamaqdır. Bu səs bizə qədim zamanlardan gəlib. Dərslərimdə çox istifadə edirəm. Məncə əla işləyir. Siz həmçinin ifadələri təkrarlaya bilərsiniz. Özümü sevirəm və ya özümü bağışlayıram və ya bağışlanıram. Sonra daxili hisslərinizə qulaq asmalısınız. Bəzi insanlar meditasiya zamanı düşüncə prosesinin tamamilə dayandığını düşünürlər. Əslində buna gərək yoxdur. Düşüncə hərəkət edən qatarı sadəcə yavaşlada bilər, lakin heç bir şey onların sərbəst axınına mane olmayacaq. Bəziləri əlində bloknot və qələm oturub mənfi düşüncələrin ağırlığını yazır. Bu yolla onlar bu düşüncələrdən azad olma prosesini sadələşdirirlər. Düşüncələrimizin axınını qərəzsiz müşahidə edə biləcəyimiz bir vəziyyətə çatanda qeyd edirik. Bu qorxudur. Bu qəzəbdir. Bu isə sevgi haqqında düşüncə. Arxasında iyrənc bir şey var. Ona görə də indi hər kəs məni tərk edib. Bu daxili gücü və hikmətdən istifadə etməyə başladığımızı göstərir. İstənilən yerdə, istənilən vaxt meditasiya edə bilərsiniz. Meditasiya vərdişi qazanmağa çalışın. Bunu ali gücünüzə diqqət yetirməyin bir yolu kimi düşünün. Beləliklə özünüzlə və daxili hikmətinizlə əlaqə quracaqsınız. Sizə uyğun gələn istənilən meditasiyanı edə bilərsiniz. Bəzi insanlar qaçarkən və ya gəzərkən meditasiya edirlər. Əgər meditasiya metodunuz tanışlarınızdan fərqlidirsə, bu o qədər də böyük bir şey deyil. Şəxsən sizə uyğun olanı seçməlisiniz. Məsələn, mən bağçamda diz çökərək yer qazmağı sevirəm. Mənim üçün bu meditasiyaların meditasiyasıdır. Optimist olun. Vizuallaşdırma, zehni təmsilçilik həm də çox vacib prosesdir. O müxtəlif texnikalardan istifadə etməklə həyata keçə bilər. Dr. Carl Simonton Yenidən Sağalırıq kitabında xərçəng xəstələri üçün bir neçə üsul tövsiyə edir. Onların hamısını əla nəticələr verir. Vizuallaşdırma vasitəsilə siz afirmasiya ilə gücləndirilmiş aydın, müsbət görüntü yaradırsınız. Xatırlamaq lazım olan əsas şey odur ki, vizuallaşdırma sizin şəxsi xüsusiyyətlərinizə uyğun olmalıdır. Əks halda işləməyəcək. Məsələn, xərçəng xəstəsi olan bir qadın şiş hüceyrələrinə hücum edən və onları məğlub edən yaxşı qatil hüceyrələrin olduğunu təsəvvür edirdi. Vizuallaşdırmanın sonunda o hər şeyi düzgün edib etmədiyindən şübhələnmişdi. Çünki özündə heç bir dəyişiklik hiss etməmişdi. Mən ondan soruşdum, öldürməyi xoşlayırsınız? Şəxsən mən düşünmürəm ki, müharibə nəyisə yaxşılığa doğru dəyişə bilər. Xüsusən və söhbət insan orqanizmindən gedirsə, mən ona zehni düşüncələrini daha yumşaq obrazlarla əvəz etməyi təklif etdim. Məsələn, günəşin xəstə hüceyrələri əritdiyini, yaxud sehrli çubuq toxunduqda şişin necə yox olduğunu təsəvvür etməyə tövsiyə etdim. Mən xərçəng olanda bədənimi yuyan, xəstə hüceyrələri bədənimdən çıxaran saf soyuq su təsəvvür edirdim. Vizuallaşdırma hətta təhtəl şüur səviyyədə aqressiv təhqir edici olmamalıdır. Ola bilsin ki, kiminsə xəstə dostu və ya ailə üzvü xəstədir. Onda ancaq xəstəlikdən zəifləmiş bir insan görüb haqsızlıq etməyin. Onu mənəvi cəhətdən sağlam təsəvvür edin. Ona mehribanlıq və sevgi vibrasiyaları göndərin. Ancaq unutmayın ki, sağalma yalnız insanın özündən asılıdır. Vizuallaşdırma və meditasiya üçün yazılmış çoxlu audio kasetlər var. Bu kasetləri onun yanında gətirin və sağalma prosesini sürətləndirmək üçün onlardan istifadə etməyi təklif edin. Ancaq bu yalnız xəstə yeni məlumatları mənimsəyəndə kömək edəcək. Kömək etmirsə, ona sevginizi göndərin. Hər kəs vizuallaşmadan istifadə edə bilər. Mənzilin interyerinin təsviri, cinsi fantaziyalar, təhqirə reaksiyanız, bütün bunlar vizuallaşdırmadır. Ağlımızın imkanları sonsuzdur. Növbəti addım özünü tərifləməyi öyrənməkdir. Tənqid daxili özəyi məhv edərsə, tərif onu formalaşdırar.
Gücünüzü içinizdəki ilahi prinsipi tanıyın. Biz hamımız universal şuurun təzahürləriyik. Özünüzü təhqir etməklə sizi yaradan qüvvəyə hücum edirsiniz. Kiçik şeylərdən başlayın. Özünüzə gözəl olduğunuzu söyləyin. Bir dəfə əlbəttə kifayət etməyəcək. Ona görə də vaxt itirmədən bu sözləri təkrarlayın. İnanın mənə kömək edəcək. Növbəti dəfə yeni və tanış olmayan bir şey etməli olanda özünüzü afirmasiya ilə dəstəkləyin. Dini elmlər kilsəsindəki ilk çıxışım mənim üçün böyük sevincə səbəb olmuşdu. Hər şeyi çox parlaq xatırlayıram. Görüş cümə günü günorta baş tutmuşdu. İnsanlar suallar yazıb səbətə qoymuşdular. Sonra onları mənə təhvil verdilər. Mən səbəti kürsüyə qaldırdım və suallara cavab verə-verə vaxt aşırı tamaşaçılar üçün kiçik bir özünü müalicə sessiyası keçirirdim. Bitirdikdən sonra podiumdan düşdüm və öz-özümə dedim: Liza, sən birinci dəfədir ki, əla iş görürsən. Burada daha 6 dəfə çıxış edəcək və əsl peşəkar olacaqsan. Özümdə amma bunu demədin və ya da deməyi unuttun kimi heç bir qüsur axtarmırdım. Növbəti çıxışımdan qorxmaq istəmirdim. Birinci dəfə özümü danlasaydım, ikinci dəfə qorxub danışa bilməyəcəkdim. Bir neçə saatdan sonra mən artıq çıxışımda nəyi dəyişmək və təkmilləşdirmək barədə düşünürdüm. Heç vaxt özümü danlamamışam. Əksinə özümü çox gözəl sözlərlə təriflədim və belə ağıllı və gözəl olduğum üçün özümü təbrik də etdim. Hesabımda 6 konsertim olanda peşəkar olmuşdum. Mənə elə gəlir ki, bu yanaşma həyatımızın bütün sahələrində tətbiq oluna bilər. Bir müddət məclislərdə çıxış etməyə davam etdim və o dövr mənim üçün gözəl bir məktəb oldu. Məhz o zaman mən özüm haqqında düşünməyi öyrəndim. Özünüzə həyatda buna layiq olub-olmadığınızı düşünmədən yaxşı şeyi qəbul etməyə icazə verin. Artıq qeyd etmişdim ki, güya bizim hər şeyə layiq olmadığımıza inam xoşbəxtlik həyatımızdan uzaq tutur. Özümüzü məhv etmək bizi istədiyimizdən ayırır. Bəs əksinə əminliksə özümüz haqqında yaxşı bir şey necə deyə bilərik? Evinizdə və ümumiyyətlə həyatınızda tutduğunuz mövqe haqqında düşünün. Özünüzü kifayət qədər yaxşı, çevik, gülməli, sevimli bir insan kimi hiss etmisinizmi? Nə üçün yaşayırsınız? Bilirsiniz ki, siz dünyada bir məqsədlə gəlmisiniz və bu hər 2 ildən bir yeni avtomobil almaq deyil, özünüzü tapmaq üçün nə etməyə hazırsınız? Afirmasiya, vizuallaşdırma və digər özünü müalicə üsulları ilə məşğul olmaq istəyirsinizmi? Bağışlamağa hazırsınızmı? Meditasiya etmək istəyirsinizmi? Həyatınızı yaxşılığa doğru dəyişmək niyyətləriniz nə dərəcədə ciddidir?